Herkese selam dostlar. Bugün sizlerle birlikte tier listen 1-2 ay sonra ikincisini çəkirəm. En son demiştim bu devam eləyəcək. İndi artıq videosunu çəkirəm. Neçə ayda gəlmir. Bir de dedim ondan sonra biraz kesin çəkəcəm. Dedim 1-2 ay oldu. Yani 1-2 həftə sonra əslində fikirləşdim çəkmə ama çok video var fikrimdə, çox. Ona görə dostlar başım məndə qarışıq olur, işlərim olur. Ona görə video getmədən əvvəl dostlar video like edib kanala abunə olmağı yaddan çıxartmayın. Onda artıq video keçək. Və başladıq. Kolomuaniyə çox oxşayır. Amma tanımıram dəqiqə. Dostlar bir də burada tanımıram da 2 də futbolçu var. Onları yuxarı qoyacağam. Bu tanıyıram mı? Bu bilmirəm. İsak'a çok oxşayır. Ya İsak'dır. İsak'dır bu. 100% İsak olmalı. İsak var idi burada. İsak yok. Yani İsak yani böyle yaxşı futbolcu değil. Pis değil yani. Pis demək mümkün değil. Ya bu yuxarı qoyaq. Barella da Tanrıma koymuşam. O boyda futbolcunu tanımıram. Barella. Niye kod çıkmış bana? Çıktı mı yukarı? 2 hours later. Çık yukarı. Yani şak normali koyabilirim. Koydum. Hapse koydum saçmalıyor. Bu da ne kadar bir şey ya. Anamı sikim, bacımı sikim, ölümü sikim, dirimi sikim, var yoxumu sikim, nəslimi sikim. Ne şey var? Bu. Buna da kaka. Kaka bu niye işlemiyor? Ya bunu koyalım normala. Ne yapayım? Ellerim değiş. Yukarı çıksın. Bir sakı koydum şeye. Var elinde. Bilmiyorum şey soralım. Hop. Bəli, Google söyləmək istəyirəm amma olmadı. Ay boy. Normal qoydum. Əgər belə səs gəlsə deməli bu götürülmür, amma səs gəlməsə tez götürə bilirəm. Barellanda bunların ikisinin dili normaldır. Snapchat qoyacaqdım da. Sevirəm həm də. Dördüncü sırada Gvardiol olmalıdır. Kovacic və Gvardiol. Gvardioldu mən. Gvardiol olmalıdır. Gvardiol yani. İndirip pis mi diyeyim, ne diyeyim yani. Çok da önüne bakmışım. İndirip pis diyeyim, ne yaparım. Bu kadar yaxşı oynamağını görmemişim. Ve Lautaro Martinez. Sevdiklerimden. Hatta Ronaldo Messi var görürsen. 100% olmasa şeydi bu. Anana nukka matem babbu. Bir de video vardı. Anana huka manona rakmi. Yani Lautaro Martinez aslında yukarı koyabilirim ya. Şu oyuncudan ama yani yaxşı oyuncudur. Dayı ne diyorsun amına koy? Demiyorlar ama ne bileyim əla da ola bilər. Yani bunların hamısından məncə yaxşıdır ya. Lautaro'nu əlaya qoyacam. Sevdiyim futbolçulardan və yaxşı oynayır. Və davam edirik. Və Doku. Doku da yaxşı oynayır, görmüşəm. Amma belə əla da deməyim, normal oynayır da yəni. Pis deyil. Elə oyuncu var pislərə, oyuncu var yaxşıdır, amma bu normaldır da. Nə pis, nə yaxşı. Normal. Və Enzo Fernandes. Dünya Kuboku var. 2022'de Dünya Kubokunu kazandı. Yani Martinez de düzdü. Martinez de Dünya Kuboku var. Arjantin aldı. Yani normala mı koyun? Əlametsə indili normal bu oyuncu deyildi. Bunlar qabaqda yaxşı olacaq. İndili bunlar təzə olduğu üçün indili o qədər əlaya qoymuram, amma qabaqda yaxşılaşsalar qoyaram yəni. Ona görə indi qoyuram Enzo'nu bura yəni. Yaxşılaşması lazımdır da, hələ ki təzə də olur. Kaç yaş var bilmirəm amma gəncdir. Və Odegaard. Yəni bunu əla qoyum, normal qoyum bilmədim.
Bu da sevdiğim futbolculardan ama yani normalin yaxşısı deyək də, normalin yaxşısı məncə. Yəni bunların çoxsundan yaxşıdır. Kimlərdir? Bir damcı yada çatan nəsə ektika o çox gözəldir. Amma normaldır da, nə bilim. Məncə normaldır o dekord. İndi əla deyəcəm, məncə bir şey yoxdur. Və sıradakı bu kim? Tanımıyorum. Çok tanış gəlirlər bre. Çok tanış gəlir, çok talış gəlir. Buna baxacağam. Bəli, gəlib baxdım. Dostlar, bu Gakpo'ymuş, Liverpool'un oyuncusu. Ben bir çift futbolcuya da baktım, belki tanımıram diye. Bu şeydi, Taremi. Bu oxşadırdım Taremi'ye, Taremi'ymiş. Bir de buna baktım, bu da Bruno'ymuş. Bruno. Bruno kal yok şey. Oxşatdım ben. Gakpo yani, Gakpo. Ekmişəm yani. Ama ona mahul olmamış onu. Ama o kadar da yaxşı da değildi deyə bilirəm. Pis da yok öyle. İndi pis qoyacam, amma pisin yaxşısı deyəm. Taremi. Ama yaxşı onun adını söyləmişəm ki pis. Anthony. Rudiger. Yine sevdiğim futbolculardan. Yani Allah'ım hiç bilmiyorum ama bu 30'dan böyle de bir 33 var bence yaxşı, amma bu yaxşı olmasında bu yaşdadır. Yani birdən 33, onun üçün biraz qocadır, amma gene yaxşıdır, sürəti də çoxdur bu Mangolun. Ne yoxşı? Hala yox. Normaldır ya məncə, normal. Normala qoymaq olar. Yəni yaxşı da deyil, pis də deyil. Normal, amma normalın ortası. Onun daha yaxşıları var. Ve Ruben Dias da yani ne bileyim. Ruben Dias da Hala çok koymak istemem. Çok koymak istedim. Yaxşı da yani. Normal diyeceğim, bilmirəm yani. Çok haksızlık oluyor bence bu tier liste. Amma nə olur, mənim fikrim belədir də, bəlkə sizin fikriniz qəribə ola bilər, amma belə fikirləşəm. Və Robertson. Yəni nə bilim. Robertson duraq bu. McAllister. Yəni elə bir şey görmürəm ondan. Sonra kim var? Florian Wirtz. Bu çok güzeldi. Sevdiğim oyunculardan Florian Wirtz. İndiki dövrdə tabii ki de əvvəlki oyunculardan o kadar yaxşı değil, amma bu təzə nəsildən sevdiyim futbolçulardır. Ona görə o əlaya qoyuram. Şimdi nə qədər oynadığını görmüşəm. Və Bruno Guimaraes. Çok görmemişim onu. Newcastle'da da çok görmedim. Bir şey koyacağım indi dinlərim. Sonra João Neves olmalı. Ben koyaram adım. Bu tanıyorum. Adı yazmadı çıxdı. İndi koyaram adım. Yani bu da futbolcu da indi təzədir. Ona görə pisə koyacağım. İndi normalı koya bilmərəm. Çünkü niye diyorsunuz? Çünkü indili təzədir də yani. Təzə futbolcu gelip normala veya yaxşıya veya quvata koya bilmərəm. Ona göre indiyə pis koyuram, amma yaxşılaşar önce futbolcu. Ve Alphonso Davies. Alp. Futbolcu çok seviyorum. Allah kaçarsın ha. Bu alaya koyacağım. İnanmışsam alaya koyacağım. Seviyorum. Çok güzel defansdır bu. Hem süratli hem rahatça gol atabilir. Hem yaxşı da defansı var. Onu alaya koyuram Alphonso Davies. Onu da seviyorum futbolcu. Ve Alisson Becker. Yani Alisson Gozal'da Alisson. Şey kim olabilir? Ter Stegen veya Ter Stegen'i dostlar altı atalım. Alisson güzel kapçı oldu. Gerçekten güzel kapçı oldu.
Ama Elan'ı pis demiyorlar da yani o kadar güzel bir şey değil. Bence en yaxşı qapıçılar indilik Kurtva ilə Alison Beker'də, amma hələ ki en yaxşı Kurtva'da. Baxaq görürsən Kurtvanı keçə biləcək qapıçı var mı listədə? Baxarıq. Və qaranlıq şaka. Şaka mı yapıyorsun? Şaka. Yani şaka bilmiyorum yani. Çok oynamadığını görmemişim. Çok oynamadıklarını pise koyuram. Bu da pise koyun. Bilmiyorum o kadar tur oynuyorum ama elde yaxşı oynadığını bilmiyorum. Nereden oynayırsa şərhlərə yazın. Və gəldi. Bu Saliba olmalıdır. Saliba da təzə orada. Təzə. Neçə yaş var bilmirəm amma 27 olar görürsən. Vay. Və o kadar da dur. Bu da güzel bir oyuncu değil. Yadımdan çıxdı bir dəfə. Saliba hə. Sevirəm futbolçunu. Sevdiklərimdən sürəti də var. Yaxşı oyuncudur. Və Pulisic Amerikalı. Amerikalıydı. 100% Amerikalıdır bu. Elə bilin. Pulisic sevirəm də. Pisə qoyacağım. Yəni indi çünki bu da o kadar yaxşı oynamağını görməmişəm yəni bir. Bunlar kimi ola bilməz deyə fikirləşirəm. Bunlar kimi ola bilməz. Bəli, də pisə qoyacağım onu. Bəyənmədim yerin. Ay Allah, ne oldu? Ve son. Yani bunu ben normal koyabilirim. Belki son. Allah. Yani futbolculardan en yaxşılarından biridir. Ve en yaxşı indili oyuncu burada sondu. Alfonso Davies de yaxşı değil benim panda. Daha sonra da Palmer yaşına göre çok sınav çok güzeldi bunlar. Ama yani o da təzə dedi. İndi o kadar yaxşıdır. Quat demək olmaz. Quat'da 2 nəfər var, onu da soxlamışam. Son olaraq dostlar De Jong'u və Modric sıralayaq və videonu qutaraq. Daha nə qədər var? Az qaldı. Gələn dəfə hamısını qutarım. Gələn dəfə nə qədər? Burada məsələn 1 Gələn dəfə buraya qədər olacaq, vitrinlərə qədər. Amma statistiklərini həqiqətən gələn dəfə saxlayıram ürək. Müslüm özü büyükdür. Müslüm görmədim. Hala tuzatdan yaşlarını alta koyup Messi de burada. Çeki. Necəm ən yox. Ən pislərini yuxarıya qoyublar. Ən pislərini deməyim, normallar. De Jong həqiqətən yaxşı deyil. Sevirəm. Barcelonalı olaraq Jong hə. De Jong. Yəni bunun indili o kadar yaxşı deməyim, normal. Amma bu da normalın yaxşısıdır yəni. Nə pis, nə yaxşı, bu da normalın ən yaxşısı deyə bilərik. Amma bu da ən yaxşı. Normalda indili ən yaxşı nədir? Bu da kart bəlkə ektik. Rafael ola bilər. Olacaqdır. Sonra fikirləşərəm onları. Bir də adam Modric eləyəcəkdik. Modric. Yəni Modric'i alta qoyacağım fikirləşirsinizdə. Səhv fikirləşirsiniz. Əlaya qoyacağım. Bəlkə Quat'ı da qoya bilərəm. Bəlkə axırda bəzi futbolçuların yerlərini dəyişə bilərəm. Bəlkə. Çünki bəzilərinin bəlkə yerlərini bəyənmədim. Amma əla futbolçudur. Buradakı ən yaxşı futbolçudur məncə. Sonla yarışaram amma Modric başqa səviyyə idi. Ona görə onu əla qoyuram. Bir də əlanın ən yaxşısı budur. Modric. Yəni Quat kimidir. Elə fikirləşin. Və video qutardı. Son olaraq nə qədər futbolçu qaldı sayın bir dəqiqə. Və dostlar son 43 oyuncu qalıb səhv sanmıramsa. Əgər səhv eləmişəmsə mən qoyaram yenə düzəltmişim nə qədər oyuncu qalıb. İndi dostlar video bu qədər. Daha çox belə videolar istəyirsiniz kanala abunə olmayı yaddan çıxartmayın. Bir də dostlar hansı ora qoyulmalıdır ya da hansı bura qoyulmalıdır onu şərhlərə yazın. Məsələn Kovacic məsələn yaxşıdır. Ya da məsələn nə deyim? Enzo'yu o da təzədir. Yəni o da indi altı qoymaq olar. Yəni belə deyə bilərsiniz. Nə fikirləşirsiniz? Şərhlərə yazın. Bu gün mənə bu qədər. Sağ olun, salamat qalın. Və like atıb abunə olmağı yaddan çıxartmayın.